31 dekabr. Qoç. Bugün ilin son günü olduğu üçün daxilində həm hərəkət, həm də dərin düşüncələr ola bilər. Sanki bir tərəfin yeni ilə tələsir, digər tərəfin isə keçən ili dəyərləndirmək istəyir. Günün ilk yarısında xırda gərginliklər və ya plan dəyişikliyi yaşana bilər, amma bunu problemə çevirməmək vacibdir. Keçən il ərzində əldə etdiklərini və öyrəndiklərini xatırlamaq sənə güc verəcək. Axşama doğru enerjin yüksəlir, əhvalın yüngülləşir. Yeni ilə dair məqsədlərini düşünmək, özün üçün niyyətlər qoymaq üçün çox uyğun gündür. Daha cəsarətli, daha inamlı bir başlanğıc səni gözləyir. Buğa. 31 dekabr sənin üçün daha sakit, dərin və mənalı keçə bilər. Bugün səs-küydən çox daxili rahatlıq axtara bilərsən. Keçən il ərzində səbrlə qurduğun şeyləri düşünmək sənə məmnunluq hissi verəcək. Günün ortasında ailə və yaxınlarla bağlı mövzular ön plana çıxa bilər. Sevdiklərinlə edilən sadə bir söhbət belə səni rahatladacaq. Axşam saatlarında özünü güvənli və rahat hiss etdiyin bir mühitdə olmaq istəyə bilərsən. Yeni ilə daha sabit, ümidli və möhkəm addımlarla girməyə hazırsan. Əkizlər. Bugün zehni olaraq olduqca aktiv ola bilərsən. Mesajlar, zənglər, planlar art-arda gələ bilər. Keçən ilin hadisələri sürətlə gözünün önündən keçə bilər və bir çox nəticə çıxara bilərsən. Günün ortasında bir dostla və ya yaxın insanla edilən söhbət səni həm güldürəcək, həm də düşündürəcək. Axşama doğru əhvalın daha da yüksəlir və yeni il həyəcanı artır. Yeni ilə dair fikirlərini paylaşmaq, planlar qurmaq sənə enerji verəcək. Bu günü yüngül, pozitiv və ünsiyyət dolu başa vurursan. Xərçəng. 31 dekabr emosional baxımdan sənin üçün çox mənalı ola bilər. Keçmişdə yaşananlar, ailə xatirələri və hisslər daha çox yadına düşə bilər. Bu duyğular səni kövrəltsə də eyni zamanda gücləndirir. Gün ərzində ailə ilə vaxt keçirmək, yaxınlarınla birlikdə olmaq sənə daxili rahatlıq verəcək. Axşam saatlarında daha sakit, səmimi və sevgi dolu bir atmosfer axtara bilərsən. Yeni ilə daxil olarkən qəlbində ümid, şəfqət və istilik var duyğularını qəbul et və yeni ili açıq ürəklə qarşıla. Şir. Bugün ilin son günü olduğu üçün özünü daha parlaq və enerjili hiss edə bilərsən. Keçən il ərzində etdiklərin, qazandıqların və aşdığın çətinliklər sənə özünə inam verir. Günün ortasında planlarda dəyişiklik olsa belə, axşam saatları daha əyləncəli və hərəkətli keçəcək. Sevdiklərinlə birlikdə olmaq, gülmək və paylaşmaq sənə xüsusi zövq verəcək. Yeni ilə girərkən diqqət mərkəzində olmaq səni narahat etmir, əksinə motivasiya edir. Bu günü sevinç və güclü enerji ilə tamamlayırsan. Qız. 31 dekabr sənin üçün analiz və dəyərləndirmə günüdür. Keçən il ərzində nəyi düzəltdiyini, nəyi öyrəndiyini sakitcə düşünə bilərsən. Günün ilk yarısında yarımçıq qalan xırda işləri tamamlamaq istəyi arta bilər. Axşama doğru isə istirahət ehtiyacı ön plana çıxır. Hər şeyin mükəmməl olmasını istəmək yerinə olanı qəbul etmək sənə daha çox rahatlıq verəcək. Yeni ilə daha yüngül düşüncə və aydın niyyətlə girməyə hazırsan. Tərəzi. Bugün harmoniya və münasibətlər sənin üçün xüsusi önəm daşıyır. Keçən il qurduğun bağları, yaşadığın münasibətləri xatırlaya bilərsən. Günün ortasında bir barışıq, səmimi danışıq və ya xoş mesaj səni sevindirə bilər. Axşam saatlarında estetik, rahat və zövqlü bir mühit sənə çox yaxşı təsir edəcək. Yeni ilə daxil olarkən balans, sevgi və anlayış sənin üçün əsas mövzulardır. Özünlə və ətrafınla barış içindəsən. Əqrəb. 31 dekabr sənin üçün daxili bağlanma və yenilənmə günüdür. Keçmişdə qalan mövzuları buraxmaq və yeni səhifə açmaq istəyi güclüdür. Gün ərzində dərin düşüncələr və səssiz qərarlar ola bilər. Axşam saatlarına doğru emosional yüngüllük hissi gəlir. Yeni ilə daha güclü, daha qətiyyətli və daha aydın düşüncə ilə girməyə hazırsan. Bugün sənin üçün bitişlə yanaşı güclü bir başlanğıcdır.
Ox atan. Bugün sevinç və azadlıq hissi sənin üçün ön plandadır. Keçən il yaşadığın təcrübələr sənə yeni baxış bucağı qazandırıb. Gün ərzində optimist enerjin ətrafındakı insanlara da təsir edəcək. Axşam saatlarında əyləncə, gülüş və hərəkətlilik artacaq. Yeni ilə böyük ümidlər, planlar və açıq ürəklə girirsən. Qarşıdakı dövrə inamın yüksəkdir və bunu hiss etdirməyi bacarırsan. Oğlaq. 31 dekabr sənin üçün nəticə çıxarma və dəyərləndirmə günüdür. Keçən il ərzində verdiyin zəhmətləri xatırlayır və bununla qürur duyursan. Günün ortasında gələcək planları və məqsədlər üzərində düşünmək istəyi arta bilər. Axşam saatlarında isə biraz rahatlamaq və özünə zaman ayırmaq vacibdir. Yeni ilə daha möhkəm, planlı və inamlı addımlarla daxil olursan. Dolça. Bugün fərqli düşüncələr və yeni ideyalar səninlədir. Keçən il səni dəyişdirən hadisələr üzərində düşünə bilərsən. Gün ərzində dostlarla ünsiyyət və paylaşımlar sənə xoş hisslər yaşadacaq. Axşam saatlarında isə yeni ilə dair orijinal və fərqli planlar qurmaq mümkündür. Gələcəyə ümidlə, açıq fikir və azad ruhla baxırsan. Balıqlar. 31 dekabr sənin üçün duyğusal və ruhani baxımdan dərin bir gündür. Keçən il yaşadığın hisslər, sevinç və kədərlər səni daha güclü edib. Gün ərzində sakitlik və anlayış axtara bilərsən. Axşam saatlarında isə sevgi dolu, rahat bir mühit sənə çox yaxşı təsir edəcək. Yeni ilə inam, şəfqət və daxili sakitliklə daxil olursan. Özünlə barış içindəsən və bu sənə güc verir.